Salam dəyərli izləyicilər, DİM-in ikinci qruplar üçün 20 sınaq kitabçasından 14-cü sınağın testlərinin izahını sizə təqdim edəcəm. Əgər bu videolar siz üçün faydalıdırsa, abunə deyilsinizsə, abunə olaraq, paylaşaraq, rəy yazaraq mənə dəstək ola bilərsiniz. Başlayaq birinci sualdan. Şirvanşahlar və Eldənizlər Atabəylər dövlətinə aid ümumi cəhət deyil. Gürcülərlə mübarizə aparılması. Şirvanşahlarda 3-cü Mənüçöhür mübarizə aparıbdı. Eldənizlər dövlətində də həmçinin Atabəy Şəmsəddin Eldəniz, oğlu Məhəmməd Cahan Pəhləvan və digərləri də mübarizə aparmışdı. Bu ümumi cəhətdir. Azərbaycanın şimalında yaranması. Şirvanşahlar Kürdən şimalda bildiyiniz kimi yaranıbdı. Şirvan, Şamaxı, Bakı paytaxtları olmuşdu. Həmçinin Eldənizlər dövləti də Naxçıvanda yaranmışdı 1136-cı ildə. Bu da ümumi cəhətdir. Naxçıvan da Azərbaycanın şimalına aid olur. Yəni tarixi Azərbaycan torpaqları nəzərdə tutulduqda indiki Azərbaycan Respublikası ərazisi Azərbaycanın şimalına düşür. İndi İran ərazisində qalan Azərbaycan cənub torpaqları hesab edilir. Klassik orta əsrlərdə mövcud olması. Klassik orta əsrlər bilək neçənci əsrlərdir? 11, 15-ci əsrlərdir. Bu klassik orta əsrlər dövrüdür. Orta əsrlər dövrü. Şirvanşahlar mövcud olması deyil, yaranması demir. Yəni yaranması olsaydı Şirvanşahlar götürməzdi. Şirvanşahlar dövləti 861-dən 1538-ə qədər 16-cı əsrə qədər gedib çıxıbdı, yəni klassik feodalizmə aiddir. Həmçinin Eldənizlər dövləti də 1136-dan 1225-ə qədər, bu da elə klassik feodalizm dövründə mövcud olmuşdu. Bu da ortaq cəhətdir. Xidmət müqabilində torpaqların paylanması, orta əsrlər dövlətlərində, bütün dövlətlərdə xidmətə görə torpaqlar verilirdi. Xüsusən bu dövlətlərdə də iqta adlanırdı, bu da ortaqdır. Osmanlılara qarşı müharibədə iştirak etmələri. Deməli, Osmanlıya qarşı müharibədə iştirak etməsi Şirvanşahlar dövlətinə aiddir. Şirvanşahları götürəcəyik. Harda? Şirvanşah 1-ci İbrahim Teymurilərdən asılı vəziyyətdə idi və Teymurilərin həm Şirvanşahlar, həm Osmanlıya, həm də Qızıl Orduya qarşı yürüşlərində iştirak etmişdilər Şirvanşah qüvvələri. Amma Eldənizlər dövlətinin Osmanlılarla mübarizəsi olmayıbdı. Osmanlı dövlətinə qarşı müharibə aparmayıbdı. Çünki heç onun süqut etdiyi, mövcud olduğu dövrdə heç Osmanlı dövləti yox idi. Osmanlı dövləti 1302-ci ildə yaranıbdı. Ona görə də cavab E olacaq. Sxemə əsasən Çar Rusiyasının Şimali Azərbaycanda apardığı işğalların xronoloji ardıcıllığını tamamlayın. Qazax Şəmşəddil bu olacaq 1801-ci ildə Şərqi Gürcüstanın işğalı ilə başa çatır. Qazax Şəmşəddil də onun tərkibində Rusiyaya birləşdirilir. Sonra Gəncə 1804-də işğal edilir. Qarabağ xanlığı da 1805-ci il Kürəkçay müqaviləsi ilə arada qalıb. Qazax Şəmşəddildən 1803-cü il, bu da Çar Balakən cəmaatlığı olacaq 1803-cü il. Xronoloji ardıcıllığını deyir. Arada onu biz götürəcəyik. 2-də cavab D olacaq. Növbəti sual. Konfransın qərarlarını tamamlayın. Almaniyanın ərazisi işğal zonalarına bölündü. Ələ keçirilmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Söhbət 1945-ci il Potsdam konfransından gedir. Potsdam Berlin yaxınlığında idi. Almaniya ərazisinin 5də birini yox, 4də birini olmalı idi. Ona görə bu səhvdir. BMT-nin iş qaydaları müəyyənləşdirildi. BMT-nin iş qaydaları Krım konfransında müəyyənləşdirilmişdi. Ərazisində 2 dövlət yaradıldı. Ərazisində 2 dövlətin yaradılması 1949-a gedir çıxır. Bizdə isə sırf bu Potsdam konfransına aid götürməliyik. Almaniyanın dövlət sərhədləri qəti olaraq müəyyən edildi. Almaniyanın dövlət sərhədləri bəli, qəti olaraq müəyyən edilir. Məğlub ölkələrdən təzminat alınmamasına
qərar verildi. Alınması olmalı idi, alınmaması səhvdir. Almaniyanın dövlət sərhədləri qəti olaraq müəyyən olundu. Bu Potsdam konfransının qərarlarına aiddir. İngiltərədə 1642-46-cı illər vətəndaş müharibəsi dövründə hüquqlar haqqında bil qəbul edildi. Bu 1689-dur. Ona görə aid deyil. Parlament hərbi islahat haqqında qanun qəbul etdi. Bəli, Oliver Cromwellin başçılığı ilə hərbi islahata əsasən qabiliyyətinə görə rütbələr verilirdi. Bu Piotrun rütbələrə dair cədvəli ilə də oxşarlıq təşkil edir. Şotlandiya ilə birləşmək haqqında qərar verildi. Belə bir qərar olmur vətəndaş müharibəsi dövründə. Kral ordusu məğlub edildi. Bəli, kral ordusu məğlub edilir. Bu müharibədə, vətəndaş müharibəsində. Daha sonra 48-də ikinci vətəndaş müharibəsində də kral ordusu məğlub edilir. Söhbət 1-ci Charles'dan gedir. 49-da da edam edilmişdi. Doğru cavab 2-4 Y bəndi. Üçüncü suala gəlirik. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk silah olunmalı, Azərbaycandan tamamilə çıxarılmalıdır. Verilənlər hansı əməliyyatın nəticəsində əldə olunmuş razılıqdır? Bir də baxırıq. Ermənistan ordusunun Azərbaycan Qarabağ bölgəsində qanunsuz məskunlaşmış birləşmələri silahları nə etməlidir? Yerə qoymalıdır. Tərk silah olunmalı, yəni silahları tərk etməlidirlər və Azərbaycandan tamamilə, Qarabağ bölgəsindən də tamamilə çıxarılmalıdır. Söhbət 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən gedir. Cavab Y bəndi olacaq. 2023-cü il sentyabrın 19-u 20-sində həyata keçirilmişdir. Bununla da artıq Qarabağ bölgəsi tamamilə erməni terrorçularından təmizlənmiş oldu. Qondarma Dağlıq Qarabağ Respublikası da bununla ləğv edilir. 6-cı suala baxırıq. Xəritədə rəqəmlərlə verilmiş dövlətlərə aid olanları müəyyən edin. 1. Osmanlı və yaxud indiki dövrdürsə Türkiyəni nəzərdə tutur. Baxaq indi biləcəyik. Bu da Rusiya. 2 də Rusiya ərazisi olacaq. Tənzimat-ı Xeyriyyə islahatlarının həyata keçirilməsi. Tənzimat-ı Xeyriyyə 1839-dan başlayır. Gülxanə xətti şərifi ilə 1876-ya qədər davam edibdir. Adından da bildiyimiz kimi bu Osmanlı ərazisinə, dövlətinə aid olacaq. Cavab 1-ə A. Respospolita dövlətin bölüşdürülməsinin təşəbbüsçüsü olmuşdu. Əsas Rusiya olmuşdu. 2-yə B gedəcək. Rusiya, Prusiya və Avstriyaya aiddir. Rusiya, Prusiya və Avstriya. Bu xəritə amma indiki dövrün xəritəsidir. Yəni o dövrün xəritəsi deyil. 18-ci əsrdə bu baş vermişdi. Respospolitanın bölüşdürülməsi 18-ci əsrə aiddir. 18-ci əsrdə konstitusiyalı monarxiyaya çevrilməsi 1876-cı ildə elə Osmanlı dövlətində konstitusiya qəbul edilmişdi. Burada C olacaq 1-ə. 1-ci Napolyon ilə sülh müqaviləsinin imzalanması. Bu 1807 Tilziti götürə bilərik ki, Tilzit müqaviləsi Rusiyaya aid olacaq. Navarin dəniz döyüşündə İngiltərə və Fransa tərəfindən məğlub edilməsi. Navarin dəniz döyüşündə İngiltərə və Fransa tərəfindən məğlub edilməsi. Deməli, 1827-ci ildə Navarin dəniz döyüşü olmuşdu. Və Osmanlı burada məğlub edilmişdi. Osmanlı. Deməli, Osmanlı məğlub edilir. Burada 1-ə iyi olacaq. Biz burada harda xəta edirik? Deməli,
Tənzimat-ı xeyriyyə islahatlarının həyata keçirilməsi. Bizdən xəritədə rəqəmlərlə verilmiş dövlətlərə aid olanları müəyyən edin. Tənzimat-ı xeyriyyə islahatlarının həyata keçirilməsi bu Osmanlıya aiddir. 1-ə A. Osmanlı burada biz nə deyirəm də? 18-ci əsrdə konstitusiyalı monarxiya 1876-da dedik Osmanlı konstitusiyalı monarxiya olmuşdu. Burada 18 deyir. Bu 19-cu əsrə olmalı idi. Yəni ona görə bu səhv olacaq. C getməyəcək. C-ni buradan silirik. 1-ə AY olmalıdır. Deməli 1-ə AY, 2-yə BD. Cavab B bəndi olacaq. Əgər 19-cu əsrdə desəydi, bunu Osmanlıya aid götürə bilərdik. Növbəti sual 7-ci suala baxırıq. 13-14-cü əsrlərə aid müdafiə tikilisi deyil. Gülüstan türbəsi. Türbə özü məşhur şəxslər, dövlət xadimləri, dövlətin tanınmış nümayəndələrinin qəbirlərinin üzərində tikilmiş abidəyə deyilir. Gülüstan türbəsi Naxçıvanda yerləşir və bu müdafiə tikilisi deyil, yəni. Adından da bilindiyi kimi türbə deyilirsə, biz bunu götürəcəyik ki, bu müdafiə tikilisi deyil. Digərlərinə baxırıq, qalalardır. Həmçinin 13-14-cü əsrə də diqqət eləməliyik. Mərdəkan qalası, Nardaran qalası, Bayıl qalası, Ramana qalası. Bəli, bunların hamısı 13-14-cü əsrlərə aiddir. Burada bir dənə Mərdəkanda dördkünc dairəvi qala əslində yazılsaydı daha doğru olardı. Çünki Mərdəkan qalası 2 dənədir. 12-ci əsrə də aid var. Mərdəkan dördkünc dairəvi qala. Bu olacaq 13-14-cü əsrlərə. Belə də yazıbsa, burada bir söz deyə bilmirik. Yenə də 13-14-cü əsrdə Mərdəkanda qala var. Aydın məsələdir ki, türbəni biz qala kimi götürməyəcəyik. Amma yenə də dediyim kimi, bunu daha dəqiq yaza bilərdilər 7-ni. Keçirik 8-ci suala. Uyğunluğu müəyyən edin. Böyük dəyənək, mədəni inqilab, şanlı inqilab. Böyük dəyənək Theodore Roosevelt'in dövrünə aiddir. ABŞ-nin prezidenti olmuşdu. 1-ə B götürəcəyik. Mədəni inqilab Çində olmuşdu. 1966-76 Mao Zedong tərəfindən həyata keçirilmişdi. Şanlı inqilab da İngiltərədə olmuşdu. İngiltərədə şanlı inqilab 1688-ci ildə olmuşdu. 1688 1966-76 Böyük dəyənək də 20-ci əsrin əvvəllərində Theodore Roosevelt'in hakimiyyətinə aid olacaq. 1-ə B, D, bir də A. B, D, A cavab olacaq D bəndi. Sxemdə adları verilmiş tarixi şəxsiyyətlərin fəaliyyətinin oxşarlığıdır. Yəni, üçünə də aid biz götürməliyik. Sultan Əhməd, Qara Yusif, Uzun Həsən. Osmanlılarla sülh müqaviləsi imzalamaları. Yəni, Sultan Əhmədlə Qara Yusif Osmanlı ilə müharibə aparmayıbdı, müttəfiq olublar. Uzun Həsən isə müharibə aparıb, amma sülh müqaviləsi imzalamamışdılar. Düzdür, aralarında Uzun Həsənlə müqavilə olub, amma bu sülh müqaviləsi, bilmirəm, mən bilən sayılmamalıdır. 1461-ci il Yassı müqaviləsi var ki, Yassı Çəmən müqaviləsi bu da dərsliklərdən çıxarılıbdır. Nəysə, bu aidiyyatı yoxdur. Vergi sahəsində qanunnamə qəbul etmələri təkcə Uzun Həsənə aid olacaq bu. Ona görə o birisilərə aid deyil. Əmir Teymur tərəfindən məğlub edilmələri. Əmir Teymur tərəfindən. Əmir Teymur Uzun Həsənlə eyni dövrdə heç olmayıbdı. Sultan Əhmədlə Qara Yusifi məğlub etmişdi. Amma Uzun Həsən Əmir Teymurla eyni dövrdə olmayıb. Hətta Ağqoyunlular, Baharlılar, Bayandurlular daha doğrusu Teymurilərlə müttəfiq olmuşdur. Yeni dövlət yaratmaları. Yeni dövlət Qara Yusif və Uzun Həsənə götürə bilərik, amma Sultan Əhməd yeni dövlət yaratmamışdı.
Cəlalinin sonuncu hökmdarı, Cəlalilər dövlətinin sonuncu hökmdarı idi. Bu da getdi. Teymurilərə qarşı mübarizə aparmaları üçünə də aiddir. Sultan Əhmədlə Qara Yusif birləşərək birlikdə müharibə aparmışdılar, mübarizə aparmışdılar. Elə Bağdad döyüşünü bunları deyə bilərik ki, Bağdad döyüşündə müttəfiq olmuşdular. 1394-cü ildə məğlub olmuşlar. Uzun Həsən Teymurilərlə nə vaxt mübarizə aparıbdı? 1468-69-cu illərdə Əbu Səidi Muğanda məğlub etmişdi Uzun Həsən. Mübarizə aparmaları hər üçünə də aiddir. Cavab Y. 10-cu sual. Səfəvi dövlətinə aid hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Birinci, deməli bizdən doğrunu soruşur. Birinci İstanbul müqaviləsinin imzalanması 1590, Səfəvilərin Azərbaycanın böyük hissəsini itirməsi. Bəli, böyük hissəsini itirirlər. Yalnız Lənkəran, Qaradağ, Ərdəbil, Qəzvin bu ərazilər qalırdı. Səfəvilərdə qalan Azərbaycan torpaqlarını itirirdilər. Bu doğrudur. Şah 1. Abbasın inzibati islahatlar keçirməsi, tayfa müxtəlifliyi prinsipinin yaradılması. Tayfa müxtəlifliyi prinsipi olacaq hərbi islahatdır. Bu inzibati islahata aid olmayacaq. Ona görə bu səhvdir. İnzibati islahatda Vahid Azərbaycan bəylərbəyliyi yaradılır. Mərkəzi Ərdəbil olan və paytaxtın Qəzvindən İsfahana köçürülməsi var 1598-ci ildə. Qəsrin Şirin sülh müqaviləsinin imzalanması 1639-dur. Ərəb İraqının Səfəvilərin hakimiyyəti altında qalması, Səfəvilərin səhv olacaq, Osmanlı hakimiyyəti altında qalmışdı. Amasya sülhünün şərtləri burada bərpa edilmişdir. Şah Süleymanın Ruslarla müqavilə imzalanması bu 1667-dir. Rus tacirlərinə gömrüksüz ticarət hüququnun verilməsi doğru olacaq. Rusiyanın Şimali Qafqazda qalalar inşa etməsi, Rusiya Səfəvilər münaqişəsinin baş verməsi. Bəli, Şimali Qafqazda Terek çayı qalalar tikirlər. Bu da 1653 2. Abbasın dövründə düşür. 1662-ci illərdə münaqişə baş vermişdir. 1, 4, 5 cavab C bəndi olacaq. 11-ci sual. İkinci Dünya müharibəsindən sonra SSRİ-də, yəni 1945-dən sonra pul islahatı keçirildi. Bəli, 1947-ci ildə pul islahatı keçirilir SSRİ-də. Cavab belə bu olacaq. A bəndi. Yeni iqtisadi siyasətə keçildi. Bu bizlərə niyə olmaz deyə baxaq. 1921-də yeni iqtisadi siyasətə keçirildi. Yis dövrü 25-ə qədər davam edibdi. Avtoritar rejim yaradılmağa başlanıldı. Sovet dövləti ilə qurulandan SSRİ deyək də. SSRİ ilə qurulandan avtoritar rejim oldu. SSRİ-nin yaranması da 1922 götürə bilərik. Hərbi kommunizm siyasəti tətbiq edildi. Bu 1918-20-ci illərdir. 18 Azərbaycanda da 21-ci ilə qədər davam etmişdi. Yəni bu hərbi kommunizm siyasəti 1918-dən başlayır. Heç SSRİ dövründə, SSRİ hələ yaranmamışdı. Gürcüstandan Ahıska türkləri sürgün edildi 1944. Bu da müharibə dövrünə düşür. Ona görə də təkcə cavab A-nı götürəcəyik. Birinci Göytürk imperiyası Uyğur xaqanlığından fərqli olaraq Çini asılı vəziyyətə salmışdı. Hər ikisinə də aiddir. Yəni həm birinci Göytürkə Muğan xaqan asılı vəziyyətə salmışdı. Uyğurlarda da Moyonçurun dövründə asılı vəziyyətə salınmışdı. Bizdən soruşur ki, fərqli olaraq bu ikisinə də aiddir. Tibetliləri məğlub etmişdi. Yəni, birinci Göytürkdə olsun, Uyğurlarda olmasın. Burada əksinədir. Birinci Göytürkdə olmayıb Tibetlilərin məğlub edilməsi, amma Uyğurlarda olubdu. Bizansa qarşı mübarizə aparmışdı. Birinci Göytürk aparmışdı. Bəli, Uyğurlarda isə Bizansla mübarizə olmamışdı. Birinci Göytürkdə biz İstəmi Yabqunu deyirik ki, Bizansla mübarizə aparır. Daha sonra
ortaq düşmən olan Sasanlara qarşı birləşmişdilər. Deməli, cavab C olacaq. Mərkəzi Asiyada yaranmışdı. Hər ikisinə də aiddir. Hindistana hücum etmişdi. Hindistana heç biri hücum etməyibdi. Düzgün cavab C olacaq. Paleolit və neolit dövrünə aid ümumi cəhətləri müəyyən edin. Qəbilə icmasının mövcud olması deyir. Qəbilə icması üst paleolitdə yaranır. Üst paleolitdə yaranır. Mezolit, neolit, eneolitdə davam olmaqla gedibdir. Tunç dövründə isə qəbilə icması artıq yerini tayfalara verir, birləşir qəbilələr. Deməli, bizdən soruşur ki, aid ümumi cəhətlər ümumi ay olur. Yeni insan tipinin meydana gəlməsi üst paleolitdə var. Yeni insan tipi Homo sapiens, amma neolitdə yoxdur. Axirət dünyasına inamın yaranması. Bu orta paleolitdə var, amma neolitdə yoxdur. İnsanların yığıcılıq və ovçuluqla məşğul olması. Yığıcılıq və ovçuluq mezolit, neolitə qədər davam edibdir. Dərsliklərdə də mən bir də diqqətlə baxdım bu məsələyə. Ovçuluğu götürə bilirik ikisində də. Hətta indinin özündə də ovçuluqla məşğul olan insanlar var. Bəlkə də yığıcılıqla dünya arasında məşğul olan insanlar, qəbilələr var. O başqa məsələ. Yəni söhbət Azərbaycandan təbii ki gedir. İnsanların yığıcılıq məsələsi paleolit dövründə dərslərdə var. Amma neolit dövründə yığıcılığa rast gəlmədim. Çünki artıq biz deyirik istehsal təsərrüfatına keçid mezolitdə başlayır. Neolitdə artıq istehsal təsərrüfatına keçid başa çatmışdı. Yığıcılıq məsələsi biraz açıq sual işarəsi altında qaldı mənə görə. Çünki dərslikdə belə bir şey yoxdur. Amma din bunu doğru cavab olaraq götürübdür. Cəmiyyətdə kişilərin mövqeyinin güclənməsi bu heç birinə aid deyil. Tunç dövründə olacaq. Din burada cavabı 1-4 götürüb, amma yenə də dediyim kimi biraz sual işarəsi yığıcılıqda qaldı. Keçirik digər cavablara, suallara. 1992-ci ildə imzalanmış Daşkənd müqaviləsinə əsasən SSR hərbi əmlakı bölüşdürülür və nüvə silahına nəzarət Rusiya özündə saxlayır. Rusiyada qalır nüvə silahına nəzarət. Yəni bu Daşkənd müqaviləsinə aid olan. Azərbaycan tarixində də biz bunu keçmişik. Bununla da Azərbaycan hərbi Xəzər dəniz donanması da yaradılmışdı. Deməli, cavab B olacaq. SSR-in süqut etməsi 1991, Qarbaçovun istefa etməsi, MDB-nin yaradılması. İkinci Çeçen müharibəsi başa çatdı 1999. Krım yarımadası Rusiyaya verildi, yox. Rusiya tərəfindən ilhaq edildi əslində olmalıdır. O da 2014-dədir. Yəni verilməyibdir, bu düzgün deyil. Müstəqil Dövlətlər Birliyi yaradıldı. MDB-nin yaradılması 1991 dekabrın 8-də Beloveçsk müqaviləsi ilə. Xəritədə ulduzla verilmiş rayonlarla bağlı oxşar cəhətləri müəyyən edin. Deməli, bura Ağdamdır. Ağdam. Burada Kəlbəcərdir. Bizdən soruşur ki, oxşar cəhətləri müəyyən edin. Keçək, variantlara baxaq. Lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ordumuzun nəzarətinə keçmişdi. Deməli, lokal xarakterli antiterror 2023-də olmuşdu. Sentyabrın 19-20-sində. Burada heç birinə aid deyil. Çünki həmin vaxtı Xocalıdır, Xocabənddir, Ağdərədir, Xankəndi bu ərazilər ordumuzun nəzarətinə keçmişdi. 44 günlük Vətən müharibəsində ərazilərində hərbi əməliyyatlar aparılmışdı. Bəli, hər ikisində də həm Kəlbəcərdə, həm də Ağdamda getmişdi əməliyyatlar. Baxmayaraq ki, 10 noyabr bəyanatına əsasən azad edilmişdi. Yəni müharibədən sonra, atəşkəs olunandan sonra, amma həmin ərazilərdə də əməliyyatlar, hərbi əməliyyatlar getmişdi. Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdir. Ağdamı götürə bilərik, amma Kəlbəcər Qarabağ iqtisadi rayonuna aid deyil. Onu da qeyd edim ki,
Qarabağ iqtisadi rayon olaraq yaradılmışdı 2021-ci ildə iyulun 7-sində. 2022-ci il sentyabrında düşmənin silahlı qüvvələri təxribat törətmişdilər. Bu təxribat törədilən ərazilər Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları ərazisidir. Yəni Kəlbəcər düşür, amma Ağdam burada düşmür. Bunu da çıxırıq. 2-4 cavab A bəndi olacaq. Uyğunluğu müəyyən edin. Aqrar qanunlar, yəni kənd təsərrüfatı ilə bağlı olan 1900-cü il, 1912-ci il. 1900-cü il qanunu dövlət kəndlisinə aid edilməsi düzdür. Dövlət kəndləri ilə bağlı idi. İcma torpaqlarına nəsl istifadə hüququnun verilməsi bu da doğrudur. 5 desiyatin pay torpaqlarının verilməsi bu 1847-70 sahibkar kəndlərinə aid olubdur. Müvəqqəti mükəlləfiyyətlərin ləğv edilməsi doğrudur. 1870-də düşmüşdü. Sahibkar kəndləri 1912-də ləğv edilir. Pay torpağının məcburi satın alınması məcburi idi. Dövlət ona kreditlə pul verirdi kəndliyə ki, pay torpağını satın alsın. 20 il müddətinə də dövlətə 6% ilə geri qaytarmalı idi kəndli. Bağ yerlərinə görə əlavə ödənç tələb olunması tələb olunmurdu əlavə ödənç. Bu yanlış olacaq. Pulsuz keçirdi pay torpaq bağ yerlərinə görə. 1-ə AB, 2-yə AB cavab D bəndi. 15-ci əsrdən fərqli olaraq 16-cı əsrdə, yəni 15-də olmasın, 16-cı əsrdə olsun. Xidmət müqabilində irsi torpaq mülkiyyəti verilirdi. Həm 15-də verilibdi, 15-ci əsrdə soyurqal idi, həm də 16-cı əsrdə Səfəvilər dövründə də tiyul idi, verilirdi. Sudan istifadə müqabilində vergi alınmağa başlandı. Yəni başlandı demək düzgün deyil, çünki əvvəldən zaten Azərbaycanda sudan istifadəyə görə vergi alınırdı. Yəni bunu doğru götürməyəcəyik. Hökmdarın yanında məşvərətçi orqan fəaliyyət göstərirdi. Hökmdarın yanında məşvərətçi orqan hər ikisində də olubdur. Ağqoyunlu, Qaraqoyunlu dövrü 15-ci əsrdir ki, orada Ali divan idi. Səfəvlərdə də Ali məclis idi, fəaliyyət göstərirdi. Xasi əsgərləri adlanan daimi qoşun mövcud idi. Ağqoyunlu, Qaraqoyunlarda var idi, Səfəvlərdə yox idi. Mərkəzləşdirilmiş vahid dövlət yaranmışdı. Ağqoyunlu, Qaraqoyunlu dövlətləri mərkəzləşdirilmiş deyildi, amma Səfəvilər mərkəzləşdirilmiş idi. Deməli, cavab Y bəndi olacaq. 18-ci suala keçək. Mətnə əsasən tarixi prosesin nəticəsini müəyyən edin. 1763-cü ildə qəbul edilmiş digər qanuna əsasən koloniyalara idxal olunan və ya oradan ixrac edilən bütün mallar İngilis gəmilərində daşınmalı idi. Kral bəyannaməsi ilə kolonistlərə Apalaçi dağlarından qərbdə yerləşən yerli tayfaların torpaqlarına köçmələri qadağan edilirdi. Şimali Amerikadakı müstəmləkələrdə həyata keçirilən məhdudlaşdırma siyasəti narazılığı artırdı. Söhbət ingilislərin Şimali Amerikada həyata keçirdiyi məhdudiyyətlər və müstəmləkə siyasəti yerli əhali artıq gəlmələr, ora gəlmiş Avropalıların narazılığına səbəb olurdu. Bundan gedir. Bizdən tarixi prosesin nəticəsini soruşur. İngiltərədə Gent müqaviləsi 1912-dir. Bunun 12-də başlayır, daha doğrusu 14-cü ildə Gent müqaviləsi imzalanmışdı. Bu ikinci istiqlaliyyət müharibəsidir. Söhbət bu 1812-14-cü ildir. Hüquqlar haqqında bil qəbul edildi. Hüquqlar haqqında bil 1791-dir. Bu azadlıq müharibəsinin, istiqlaliyyət müharibəsindən sonra idi. Konstitusiya qəbul edildi. 1787-də konstitusiya qəbul edilir. Boston çay qonaqlığı adlı hadisə 1773-dür. İstiqlaliyyət müharibəsi başa çatdı.
həyata keçirilən məhdudlaşdırma siyasəti narazılığa səbəb oldu. Narazılıq müharibəyə gətirib çıxardır. Müharibədə istiqlaliyyət müharibəsi başa çatdı. 1783. Burada deməli 63-cü ildə qəbul edilmiş digər qanuna əsasən koloniyalara idxal olunan və ya oradan ixrac edilən bütün mallar ingilis gəmilərində daşınmalı idi. Yəni İngiltərə hökumətinin koloniyalara qarşı sərt tədbirlərindən söhbət gedir, ağır qanunlarından söhbət gedir və Amerikada müstəmləkələrdə həyata keçirilən məhdudlaşdırma siyasəti narazılığı artırdı. Tarixi prosesin nəticəsini soruşur. Tarixi prosesin nəticəsi olaraq İngilis malları boykot edilir. 1765-ci ildə qəbul edilmiş qanunda İngilis malları boykot edilir. Sonra İngilislər ucuz çayı gətirib Bostonda satmağa çalışırlar və Bostonda Hindu paltarı geymiş vətənpərvərlər gəmilərə daxil olub İngilis çaylarının hamısını dənizə boşaldırlar və Boston çay qonaqlığı adlı hadisə baş vermişdi. Biraz yəni bu şəkildə gedərək belə bir nəticəyə çıxırıq. Amma ümumi əslində buradan cavab qoyulsaydı ki, cavab olsaydı ki, istiqlaliyyət müharibəsi baş verdi bu narazılığın yekun nəticəsi olaraq və ABŞ öz müstəqilliyini əldə edir. Yəni istiqlaliyyət müharibəsinin başlanması olsaydı daha doğru cavab olardı. Amma neyniyək? Belə bir cavab qoyublar. Daha uyğun gələn burada uyğun variant bu olacaq. D bəndi 18-ci sualda. On 19-cu sual. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Fərqli bir sual tipi ilə qarşı-qarşıyayıq. İndi artıq faktlar verilibdir. Biz bunları dövlətlərə görə uyğunlaşdırmalıyıq. Konstitusiyanın qəbul edilməsi, Krım müharibəsində iştirak etməsi, Dünya Emalatxanası adlanması. Deməli, biz bilirik ki, Dünya Emalatxanası konkret bilirik. Bu İngiltərədir. Mərkəzi Asiyanın işğal etməsi bu dövlətlər içərisində Rusiyanı götürəcəyik. Rusiya. Kanadaya dominion hüququ verməsi bu da İngiltərəyə aid olacaq. Krım müharibəsində iştirak etməsi bu bir çox dövlətlərdir. İngiltərə, Rusiya, Osmanlı və Fransa, Sardiniya götürə bilərik. Sardiniyanı burada verməyibdir. Konstitusiyanın qəbul edilməsi və bir də 19-cu əsr məsələsi var. Konstitusiyanın qəbul edilməsi bu dövlətlərdən Konstitusiyanı 19-cu əsrdə qəbul edən dövlətlər hansılar götürə bilərik? Osmanlını götürə bilərik 1800-cü illərdə. Başqa 1800-cü illərdə konstitusiya qəbul edən Fransada konstitusiya, respublika qurulur orada. Konstitusiya ilə bağlı verilmiyor. Almanya 1800-cü illərdə, 1871-də Almaniyada konstitusiya qəbul edilmişdi. Almaniyanı qeyd edə bilərik. Rusiyada konstitusiya olmayıbdı. Deməli, S-Y hansıdır? Dünya Emalatxanası, Y İngiltərə. Deməli, Kanadaya dominion hüququ. Deməli, bura S ilə Y ingilislərə aiddir, İngiltərəyə aiddir. Sonra biz dedik A. Konstitusiyanın qəbul edilməsi 19-cu əsrdə Osmanlı və yaxud Almaniya ikisindən biri götürülə bilər. Krım müharibəsində iştirak etməsi İngiltərə, Rusiya, Osmanlı, Fransa. Mərkəzi Asiyanın işğal edilməsi D. Rusiyadır. Deməli, bunu Rusiyanı götürürük. 2-yə D, 3-ə deməli 2-də Rusiya, 3-də İngiltərə.
Bir də burada Osmanlı ola bilər. A. Osmanlı. Niyə görə? Çünki konstitusiya qəbul edib, həm də B-ni biz Krım müharibəsində iştirak etməsinin bütün dövlətlərə götürsək, buradakı dövlətlərdən, o zaman burada Osmanlı olması lazım olacaq. Konstitusiyanın qəbul edilməsi. B də hamısına gedir. Deməli, Osmanlı, Rusiya, İngiltərə. Baxırıq, Osmanlı, Rusiya, İngiltərə, cavab B çıxacaq. Fərqli bir sualdır. Geridən sanki gəlmiş olduq, amma tapmaq da mümkündür. Faktları bilməklə cavabı çıxartmaq olur. Bu tip sualları işləmək lazımdır, bilmək olmaz. Qəbulda da yəqin ki, sala bilərlər, salma ehtimalı ola bilər. Növbəti 20-ci sual. Uyğunluq pozulmuşdur. 1-ci Rus-Qacar müharibəsində ruslara ciddi müqavimət göstərmişdir. İrəvan xanlığı burada doğrudur. Üç Məclisin qəmərli döyüşlərində İrəvan yaxınlığında ruslar məğlub olub İrəvanı tuta bilməmişlər. Daha sonra yenə də 1808-ci ildə Naxçıvanı tutsalar da İrəvanı yenə də tuta bilməmişdilər. Kürəkçay müqaviləsini imzalamaqla Rusiyaya tabe olmuşdu. Qarabağ, Şəki xanlıqları 1805-ci ildə doğrudur. Çar Rusiyasının işğal etdiyi ilk xanlıq idi Gəncə xanlığı Azərbaycanda doğrudur. 1804-cü ildə Osmanlı ordusu ruslara məğlub oldu Gümrü döyüşündə 1807-ci ildə, bu da doğrudur. Gülüstan müqaviləsi imzalandı. Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı başa çatdı deməsi səhvdir. Çünki başa çatmır. Başa çatması Türkmənçay müqaviləsi ilə idi. Türkmənçay. Ona görə bu səhv olacaq. Cavab da, daha doğrusu cavab Y olacaq. Qalan hamısında uyğunluq gözlənilib, burada pozulubdur Y-də. 21. 1711-ci ildə Azov qalasını itirdi. Prut döyüşündən sonra bu Rusiyaya aiddir. Bizdən soruşur ki, göstərilənlərdən heç biri bu dövlətə aid deyil. Deməli, Rusiyaya aid oldu. Çıxdıq. 18-ci əsrin 60-cı illərində sənaye çevrilişi başladı. 1760-cı illərdə sənaye çevrilişi İngiltərədə başlayır. İngiltərədə çıxdıq. 18-ci əsrin 70-ci illərində müstəqilliyini elan etdi. 1776-cı ildə ABŞ-ni götürə bilərik. Bunu da çıxdıq. 19-cu əsrin ikinci yarısında vahid dövlət halında birləşdi. 1871-ci ildə Almaniyadan gedir söhbət. Almaniyada birləşir. Bunu da çıxdıq. Yerdə qaldı. Osmanlı dövlətidir ki, heç biri ona aid deyil. 22-ci suala gəlirik. Azərbaycan ordusunun həyata keçirdiyi Qisas adlı antiterror əməliyyatına aid deyil. Qisasa aid deyil. Qisas, onu qeyd edək ki, 2022-ci ilin avqustunda olmuşdu, 3-4 avqustda. Baxaq indi. Ermənilərin ərazimizdə yeni döyüş mövqeyi qurmaq istəmələrinin qarşısını almaq üçün həyata keçirilmişdi. Bu Qırğız məsələsi idi ki, Qırğız yüksəkliyində yeni döyüş mövqeləri ələ keçirməyə çalışırdılar. Bu bizdən aid olmayan soruşur. Bu aiddir. Qırğız və Sarababa yüksəklikləri nəzarətimizə götürüldü. Bu da aid olur. Qeyri-qanuni erməni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi dağıdıldı. Doğrudur. Laçın rayonu Sus və Zabux kəndləri işğalçılardan azad edildi. Bu hadisə 2022-ci ilin avqustun 26-sına aid olacaq. Avqustun 26-sında. Baxmayaraq ki, Laçın rayonu 2020-ci il 10 noyabr bəyanatında artıq ordumuzun ixtiyarına verilmişdi. Ancaq rayon mərkəzindən keçən Laçın dəhlizinə görə, həmçinin Sus və Zabux kəndləri də ona görə hələ də orada ermənilər məskunlaşırdılar və Rus sülh məramlı qüvvələri də orada öz mövqelərini qurmuşdular.
və alternativ yol çəkilməli idi. Bu 10 noyabr bəyanatına əsasən 3 il müddətində Azərbaycan onu tez bir zamanda başa çatdırır və vaxt qoyur ki, Ermənistan da yolu çəksin və Laçın rayonunu tam şəkildə boşaltsın. Həmçinin 1992-ci ilə qədər, daha doğrusu ildən 1992-dən sonra ora köçürülmüş Suriyadan ermənilər də geri qaytarılmalıdır. Oradan çıxarılması tapşırıq kimi qoyulur və bu həyata keçirilir. Deməli, bu aid deyil. Çox uzatdım. Ancaq yəni geniş izah edirəm ki, siz də yadınızda saxlayasınız. Ağdərə rayonunun yuxarı Oratağ yaşayış məskənində düşmənin hərbi hissəsinə havadan zərbələr endirilir. Bu da doğrudur. Qisas adlı əməliyyatda. 23-cü suala baxaq. Qədim Roma dövlətindən fərqli olaraq qədim Yunanistanda, Romada olmasın, Yunanistanda olsun. Azad yoxsullar müəyyən vəzifə tuta bilərdilər. Qədim Roma dövlətində də verilir icazə, Yunanistanda da verilir. Sadəcə Yunanlarda Periklin dövründə artıq maaş da verilirdi. Fərqi bu idi. Əhəmənilərlə mübarizə aparmışdı. Roma aparmamışdı Əhəmənilərlə mübarizə, amma Yunanlar aparmışdılar. Bu doğru cavab olacaq. Doğru cavablardan biri. Xristianlara açıq ibadət etməyə icazə verilmişdi. Yunanistanda belə bir şey olmur, Romada olur. Burada tərsinə oldu vəziyyət. Makedoniya dövləti ilə müharibə aparılmışdır. Tərsinə deyəndə ki, orada Yunanistanda qədim Yunan şəhərlərinin müstəqillik dövründə hələ xristianlıq heç yaranmamışdı. Xristianlıq 1-ci əsrdə yaranmışdı. Yunanistan da həmin vaxt artıq Romanın hakimiyyəti altında idi ki, orada verilir. Yəni belə götürəndə qədim Yunanistanda da Romanın tərkibində olduğuna görə əslində Romada xristianlara açıq ibadət icazəsi verilibsə, Yunanistana da aid olacaq. Sadəcə Yunanistan həmin vaxtı Romanın tərkibində idi. Makedoniya dövləti ilə müharibə aparılmışdır. Makedoniya dövləti ilə müharibə aparılmışdır. Bu Roma dövlətinə aiddir. Həmçinin Yunanistana da aiddir Xeroneya döyüşü. Xeroneya döyüşündə Yunan şəhərləri Makedoniyaya məğlub olur, asılı vəziyyətə düşür. Makedoniya həmçinin Romaya da eradan əvvəl 148-ci ildə, 2-ci əsrin ortalarında məğlub olmuşdu. Eradan əvvəl 6-cı əsrdə azad yoxsul əhali vətəndaşlıq hüququ almışdı. Bu Romada yox, amma Yunanistanda alırlar. Eradan əvvəl 594 Salon islahatlarına aid olacaq. 2-5 doğru cavab. Qaraqoyunlular, Baharlılar dövlətinin Səfəvilər dövləti ilə oxşar cəhətidir. Yəni ikisinə də aid olsun. İkisinə də aid olsun. Hər iki dövləti də nəzərdə tutulur, onu da deyək. Ağqoyunlularla, Bayandurlularla mübarizə aparmaları. Səfəvilər dövləti Ağqoyunlulara son qoyubdur. Ağqoyunlular Baharlı dövləti də Ağqoyunlularla, yəni Ağqoyunlular daha doğrusu Baharlılara da son qoyubdur. Yəni bir-birlərinin qarşılıqlı olaraq müharibə aparıblar. Oxşar cəhətdir, bəli. Osmanlılar tərəfindən məğlub edilmələri. Yəni Baharlılar bayaq qeyd etdik ki, Osmanlılarla müttəfiq olublar və müharibə aparmayıblar. Səfəvilər isə məğlub ediliblər. Şirvanşahlar dövlətini asılı hala salmaları. Bəli, hər ikisinə də aiddir. 1412-ci ildə Səfəvilər asılı vəziyyətə salıbdır. 1-ci İsmailin vaxtında da 1412-də Qaraqoyunlular asılı vəziyyətə salır, Qara Yusuf. 1-ci İsmaildə Səfəvilər dövləti Şirvanşahları asılı vəziyyətə salır. Hər ikisinə də aiddir. Hakimiyyətlərini Şərqi Gürcüstana yaymaları. Baharlılar da Şərqi Gürcüstanı özlərinə tabi etmişdilər. Həmçinin Səfəvilər dövləti də hər ikisinə aiddir. Azərbaycanın vahid dövlət halında birləşdirmələri. Azərbaycanın vahid dövlət halında birləşdirmələri. Bu Səfəvilərə aiddir.
Qaraqoyunlulara isə götürməyəcəyik. Vahid mərkəzləşdirilmiş dövlət yaratmamışlar Qaraqoyunlular. Buna Səfəvilər aid olacaq. Cavab 1, 3, 4 olacaq. 25-ci suala baxırıq. Sxemdə boş buraxılmış uyğun səbəbləri müəyyən edin. Almanların Qafqaza köçürülməsi. Almanların köçürülməsinə səbəb Napoleonun işğalçı müharibələri və feodal zülmü. Söhbət Avropadan gedir, Almaniyadan gedir. Bəli, bunu götürə bilərik bura. Əhalinin zorla xristianlaşdırılması. Deməli, burada səbəb verilib zaten. Ermənilərin köçürülməsi, İrəvan, Naxçıvan, Qarabağ bölgələrində etnik tərkibin dəyişməsi, ənənəvi yarımköçəri maldarlıq təsərrüfatından böyük ziyan vurulması. Baxaq, ənənəvi yarımköçəri maldarlıq təsərrüfatına böyük ziyan vurulması, əhalinin zorla xristianlaşdırılması yox, Qubada çar zülmünə qarşı üsyanın başlaması yox, Rusların Şimali Azərbaycana köçürülməsi. Yəni, Rusların Şimali Azərbaycana köçürülməsi, ümumi torpaqların Ruslara verilməsi, həmin ərazilərdə yarımköçəri maldarlıq təsərrüfatı ilə məşğul olan Azərbaycan yerli kəndlərə də böyük ziyan vurulmuşdur. 1, 4 doğru cavab olacaq. 26-cı suala baxaq. Azərbaycanda 3-cü Respublika dövründə baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. 3-cü Respublika dövrü 1991-dən başlayır. İnşallah qiyamətə qədər də davam edər. Heç bir dövlətin işğalına məruz qalmarıq. 1-ci Qarabağ müharibəsinin bitməsi haqqında atəşkəs sazişinin imzalanması. Bizdən nə soruşub? Baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. 1-ci Qarabağ müharibəsinin bitməsi haqqında atəşkəs sazişinin imzalanması 1994-cü ilin mayında olmuşdur. Dövlət Neft Fondunun təsis edilməsi 1999-cu ildir. Respublikanın ilk beynəlxalq təşkilata üzv olması 1991. İslam Konfransı təşkilatı olacaq. Senzuranın ləğv edilməsi haqqında fərman 1998-ə aid olacaq. 3, 1, 4, 2, 3, 1, 4, 2. Doğru cavab bu olacaq. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid olan tədbirlər, iqtisadi, xarici, mədəni, hərbi nazirliyin yaradılması bu hərbi tədbirlərə aiddir, hərbiyə aiddir. Ona görə heç birini götürmürük. Azad ticarətə icazə verilməsi iqtisadiyyatla bağlı məsələdir. Azad ticarət və belə bir hadisə də olmuşdur, verilmişdir. Türk xalqlarının tarixi fənninin tədris edilməsi edilibdir. Mədəniyyətlə bağlı tədbirdir. Paris Sülh Konfransında nümayəndə heyətinin iştirak etməsi Topçubaşovun sədrliyi ilə göndərilmişdir. 1918 dekabrın 28-də tərkibi təsdiq edilmişdir və 19-cu ildə ora çatmışdılar. Deməli, bu da xarici siyasətə aid olacaq. Neft sənayesinin milliləşdirilməsi, belə bir hadisə Azərbaycan Xalq Cümhuriyyətinə aid olmayıbdır, yəni milliləşdirilməyibdir. Əksinə, oktyabrın 5-də 1918-ci ildə Bakı XKS-nin milliləşdirdiyi sahələr, o cümlədən neft sənayesi də keçmiş sahiblərinə qaytarılmışdır. Bunu deyə bilərik. Bu da aid olmur. Bir dənə milliləşdirilmiş sahə var idi AXC dövründə. Yadda saxlayın ki, o da məktəblərin milliləşdirilməsi məsələsidir. 1918 avqustun 28-də. Cavab B, D, C. 1-ə B, 2-yə D, 3-ə C. Gəlirik mənbə sualına. Əfəndilər, mütəcəzziz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərk mövqe edirik? Yəni mövqeyimizi kimə tərk edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Məmmədəmin Rəsulzadənin 27 apreldə 1920-ci il çıxışı bu
sonuncu iclasda, yəni Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin sonuncu iclasında olmuşdur. Burada 11-ci Qırmızı Ordu Azərbaycana üz tutub gəlir və onun başında Nicati adında bir türk komandanı var və belə bir şayiə də yayırlar ki, bu gələn türk komandanın başçılığı ilə Rus ordusu Türkiyəyə Atatürk'ün ordusuna yardım etməyə gedir. Rusiyadan gələn bu mütəcaviz, yəni təcavüzkar ordu təxmin edirlər ki, ölüm-qalım mücadeləsində qalan Türkiyənin xilası üçün gedir. Təxmin edirlər ki, yəni dəqiq bilinmir o. Əfəndilər, necə ki 1918-ci ildə Nuru Paşa, indi də Türkiyə Azərbaycanın xilaskarıdır. Yəni Türkiyə bir qardaş dövlətdir, Azərbaycan xilaskarıdır. Amal milliyyətimizin təbliğ elədiyi müqəddəs bir məmləkətdir. Yəni müqəddəs bir dövlətdir, torpaqdır ora bizim üçün. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə yola salarıq. Yəni buradan gəlib keçməsinə məmnuniyyətlə icazə verərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimiz yəni müstəqilliyimizi, istiqlaliyyətimizi çeynəməsin. Yəni müstəqilliyimizə son qoymasın, bizi işğal eləməsin. Bu Rəsulzadənin son iclasdakı çıxışı idi. Mənbədə çıxışı verilmiş şəxsin təmsil etdiyi dövlətin idarəetmə formasını yazın. Təmsil etdiyi dövlət AXC-dir. Onun idarəetmə forması da Xalq Cümhuriyyəti idi. Xalq Cümhuriyyəti. Və yaxud da parlamentli respublikada deyə bilərik. İdarəetmə formasını nəzərdə tutur. Parlamentli respublika idi. Yəni prezidentli respublika deyildi. Parlamentli. Prezident yox idi. Parlamentli respublika. Çıxışçının təmsil etdiyi dövlətin işğalının qarşısını almaqda çətinlik çəkməsinin səbəblərindən ikisini yazın. Bir neçə səbəblər var. Ən birincisi Sovet ordusunun, 11-ci Qırmızı Ordunun Azərbaycan torpaqlarını açıq şəkildə işğal etmək istəyi. Bu bir səbəbdir. İkincisi, ermənilərin Qarabağda qiyam qaldırması və Azərbaycan ordusunun böyük bir hissəsinin ora göndərilməsi və nəticədə şimal sərhədlərimizin boş qalması. Üçüncüsü, deyə bilərik, daxildəki siyasi çəkişmələr, parlament və hökumət daxilində çəkişmələr, milli hökumətin qurulmaması, yəni 5-ci hökumət kabineti istefa vermişdi və yeni hökumət qurulmamışdı, hökumət kabinesi. Bunları deyə bilərik ki, Azərbaycan kifayət qədər hərbi gücü yox idi ki, bu zaman Rusiyanın bu hücumunun qarşısını alsın. Bilirsiniz ki, ordumuz təzə formalaşırdı. Hələ 2 ilin ordusu idi. Yəni bir çox səbəblər var idi. Bunlardan deyə bilərik. 11-ci Qırmızı Ordu da Bakıya girmək adı ilə gedir, amma gəlir Azərbaycanı işğal edir. Sonra 30-cu suala baxaq. Çıxışçının təmsil etdiyi dövlətin hakimiyyəti Sovetlərə, kommunistlərə təhvil verərkən irəli sürdüyü şərtlərdən ikisini yazın. Həmçinin bu 29-cu sualın cavablarından biri də kommunistlərin pozuculuq fəaliyyəti də deyə bilərik. Yəni 5-ci kolon rolunu oynayırdı. Daxildən qüvvələrimizi parçalamaqla məşğul idi bu Azərbaycan Komünist Partiyası. Deyir, hakimiyyəti Sovetlərə təhvil verərkən irəli sürdüyü şərtlərdən ikisini yazın. Burada 2 dənə əsas şərt verilibdir. Əvvəllər daha çox şərt verilmişdi dərsliklərdə. İndi ikisi saxlanılıbdır, ikisi üçü. Sovet qoşunları 11-ci Qırmızı Ordu Bakıya daxil olmamalı və Rusiyaya, Türkiyəyə getməli idi. Bu bir. İkincisi, qurulacaq kommunist hökuməti müvəqqəti hökumət olmalı idi və Azərbaycan müstəqilliyi qorunub saxlanılmalı idi. Bu da 3 dənə əsas şərt verilib dərsliklərdə ki, bunu qeyd edə bilərsiniz. Sağ olun əziz izləyicilər, izlədiyiniz üçün. Faydalı görürsünüzsə abunə ola bilərsiniz, bəyənə bilərsiniz, şərh yaza bilərsiniz və mənə dəstək ola bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın.